Qoç. Aprelin son günü sizin üçün həm daxili hesablaşma, həm də xarici uğurlar vəd edən dinamik bir dövrə təsadüf edir. İş həyatınızda uzun müddətdir gözlədiyiniz o qığılcım nəhayət alova çevrilmək üzrədir. Sadəcə təşəbbüsü ələ almaqdan qorxmamalısınız. Karyera pillələrində irəliləmək üçün rəhbərliyin diqqətini çəkəcək qeyri-adi bir layihə təklif edə bilərsiniz. Maddi məsələlərdə ehtiyatlı olmaqda fayda var, çünki emosional alış-verişlər büdcənizdə gözlənilməz boşluqlar yarada bilər. Gəlirlərinizi artırmaq üçün qarşınıza çıxan xırda fürsətləri kiçik görməyin, onlar böyük qazancların başlanğıcı ola bilər. Şəxsi münasibətlərdə partnyorunuzla aranızda olan soyuqluğu aradan qaldırmaq üçün səmimi bir etiraf kifayət edəcək. Subay qoçlar üçün yeni bir tanışlıq ilk baxışda adi görünsə də, gələcəkdə ciddi bir bağa çevrilmə potensialı daşıyır. Psixoloji olaraq özünüzü gərgin hiss edirsinizsə, su ilə təmasda olmaq və ya qısa bir gəzinti ruhunuzu dincəldəcəkdir. Özünüzə olan inamınızı sarsıtmağa çalışan insanlardan uzaq durmaq üçün ən ideal vaxtdır. Sosial çevrənizdə sözü keçən bir şəxs sizə maraqlı bir iş ortaqlığı təklif edə bilər, lakin dərhal hər deməzdən əvvəl detalları araşdırın. Dostlarınızla keçirəcəyiniz vaxt sizə itirdiyiniz motivasiyanı geri qazandıracaq. Unutmayın ki, hər bir uğursuzluq əslində daha böyük bir zəfər üçün hazırlıq mərhələsidir. Gözlənilməz bir xəbər planlarınızı dəyişməyə məcbur edə bilər, lakin bu dəyişiklik sizin xeyrinizə nəticələnəcək. Sağlamlığınızla bağlı xırda siqnalları görməzdən gəlməyin, bədəninizin istirahətə ehtiyacı var, yaradıcı potensialınız zirvədədir. Bu enerjini hobbilərinizə və ya mənzilinizin dekorasiyasına yönəldə bilərsiniz. Həyatınızdakı artıq yük olan əşyalardan və insanlardan təmizlənmək üçün bu periodu bir fürsət kimi dəyərləndirin. Hər kəsə kömək etməyə çalışarkən öz ehtiyaclarınızı arxa plana atmayın. Axşam saatlarında mütaliə etmək və ya sakit musiqi dinləmək zehninizi gələcək günlərə hazırlayacaq. Qarşınıza qoyduğunuz hədəflər nə qədər çətin görünsə də, iradəniz hər bir maneəni aşmağa qadirdir. Buğa. Sabitlik və rahatlıq axtarışınızın ön plana çıxdığı, eyni zamanda ciddi qərarlar verməli olduğunuz bir gündür. Peşəkar fəaliyyətinizdə təmkinli davranmaq sizə rəqibləriniz qarşısında böyük üstünlük qazandıracaq. Ofis daxili intriqalardan uzaq duraraq sadəcə öz işinizə fokuslanmaq ən doğru strategiya olacaqdır. Maliyyə baxımından keçmişdə etdiyiniz yatırımların bəhrəsini görməyə başlaya bilərsiniz. Yeni bir alış-veriş planınız varsa, keyfiyyətə üstünlük verməyiniz gələcəkdə əlavə xərclərin qarşısını alacaq. Sevgidə isə qarşı tərəfdən gözlədiyiniz o diqqət və qayğını görmək üçün ilk addımı özünüz atmağa çalışın. Uzun müddətli münasibətlərdə olanlar gələcəklə bağlı ciddi planlar qurmaq üçün uyğun zəmin tapa bilərlər. Daxili dünyanızda sülh yaratmaq üçün keçmişin incikliklərini bağışlamağı öyrənməlisiniz. Motivasiyanızın düşdüyünü hiss etdiyiniz anlarda təbiətlə vaxt keçirmək sizə inanılmaz enerji bəxş edəcəkdir. Sosial mühitlərdə özünüzü ifadə edərkən sözlərinizi seçərək danışın, çünki yanlış anlaşılmalara meyilli bir atmosfer var. Köhnə bir dostunuzun gözlənilməz zəngi sizə uşaqlıq xatirələrinizi xatırladaraq üzünüzdə təbəssüm yaradacaq. Ətrafınızdakı insanların məsləhətlərini dinləyin, lakin son qərarı həmişə öz məntiqinizə əsaslanaraq verin. Texnoloji cihazlarla bağlı xırda nasazlıqlar yaşaya bilərsiniz, vacib məlumatlarınızı nüsxələməyi unutmayın. Özünüzə olan sevginizi artırmaq üçün fiziki görünüşünüzdə kiçik dəyişikliklər edə bilərsiniz. Gərgin iş qrafiki arasında qısa fasilələr vermək məhsuldarlığınızı 2 qat artıracaq. Başqalarının problemlərini öz çiyinlərinizə yükləməyin, hər kəsin öz dərsi və yolu var. Qidalanma vərdişlərinizə diqqət yetirmək enerjinizin stabil qalmasına kömək edəcək. Evinizdə yaradacağınız komfort zonası sizin üçün ən böyük güc mənbəyi olacaq. Həyatın ritmini tutmaq üçün tələsməyin, hər şey öz zamanında və ən gözəl şəkildə baş verir. Maddi asılılıqlardan qurtulmaq üçün şəxsi büdcə planlaması etmək indi tam vaxtıdır. Əkizlər. Zehni çevikliyin və ünsiyyət bacarığınızın ən yüksək həddə çatdığı bir zaman dilimindəsiniz. İş yerində informasiya mübadiləsi apararkən diqqətli olun, çünki mühüm bir xəbəri ilk öyrənənlərdən biri siz ola bilərsiniz. Karyeranızda yeni bir səhifə açmaq üçün lazım olan sənədləşmə işlərini yekunlaşdırmaq üçün əla fürsətdir. Pul vəsaitlərinin idarə olunmasında riskli addımlardan qaçın, spekulyativ yatırımlar bu ara sizin üçün uğurlu olmaya bilər. Əlinizə keçən kiçik məbləğləri yığıma yönəltmək gələcək təhlükəsizliyiniz üçün vacibdir. Sevgi həyatınızda maraqlı bir intriqa və ya flört yaşamaq ehtimalınız çox yüksəkdir.
Partnyorunuzla intellektual mövzularda söhbət etmək aranızdakı bağı daha da möhkəmləndirəcək. Emosional dalğalanmalarınızı cilovlamaq üçün meditasiya və ya nəfəs məşqlərinə vaxt ayırın. Özünüzü bir neçə işi eyni anda görə biləcək qədər güclü hiss etsəniz də diqqətinizin dağılmasına imkan verməyin. Sosial şəbəkələrdə və ya dost məclislərində deyəcəyiniz bir fikir geniş əks-səda doğura bilər. Gözlənilmədən çıxacağınız qısa bir səfər sizə yeni perspektivlər qazandıracaq və darıxmış ruhunuzu canlandıracaq. Yaxın çevrənizdəki insanların sirlərini saxlamağa çalışın, etibarlı biri olduğunuzu sübut etmək üçün bu sınaq ola bilər. Zehni yorğunluq yaşamamaq üçün ekran qarşısında keçirdiyiniz vaxtı minimuma endirin. Yeni bir dil öyrənmək və ya kursa başlamaq üçün ulduzlar sizi dəstəkləyir. Ətrafınızda baş verən hadisələrə qarşı biraz müşahidəçi qalmaq, hadisələrin mahiyyətini daha yaxşı anlamağınıza kömək edəcək. Maddi məsələlərdə borc verməkdən və ya almaqdan çəkinin, bu münasibətlərinizə xələl gətirə bilər. Həyatın sizə təqdim etdiyi sürprizlərə qarşı açıq olun, çünki ən gözəl şeylər adətən planlaşdırılmayanlardır. Öz potensialınıza şübhə etməkdən əl çəkin, siz düşündüyünüzdən daha bacarıqlı birisiniz. Axşam saatlarında ailə üzvləri ilə birlikdə stolüstü oyunlar oynamaq və ya film izləmək əhvalınızı yüksəldəcək. Düşüncələrinizi kağıza tökmək, yəni gündəlik yazmaq beyninizdəki qarışıqlığı aradan qaldırmağa kömək edəcək. Hər bir gün yeni bir başlanğıcdır və siz bu günün müəllifisiniz. Aprelin son günü üçün digər bürclərin geniş və əhatəli proqnozlarını təqdim edirəm. Hər bir bürc üzrə həyatın müxtəlif sahələrinə toxunan dərin analizlər aşağıdakı kimidir. Xərçəng. Hisslərinizin rəhbərliyi altında hərəkət etdiyiniz, lakin məntiqi arxa plana atmamanız gərəkən bir dövrdür. İş mühitində kollektivlə münasibətləri tənzimləmək və yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün əla fürsət yaranıb. Karyeranızda yüksəliş üçün rəhbər şəxslərlə fərdi söhbətlər aparmaq və öz ambisiyalarınızı nümayiş etdirmək faydalı ola bilər. Maddi sahədə ailəvi xərclərin artması mümkündür, lakin bu, büdcənizdə ciddi sarsıntı yaratmayacaq qədər idarə olunandır. Qənaət rejimindən daha çox gəlir mənbələrini şaxələndirmək barədə düşünmək üçün ideal zamandır. Sevgi həyatınızda qarşı tərəfin ehtiyaclarına həssas yanaşmağınız münasibətlərinizdə yeni bir romantizm dalğası yarada bilər. Tənha xərçənglər üçün keçmişdən gələn bir xəbər və ya insan duyğusal anlar yaşatsa da, gələcəyə fokuslanmaq daha doğrudur. Psixoloji olaraq özünüzü qoruma instinkti ilə ətrafınızdan təcrid etmək əvəzinə güvəndiyiniz insanlarla dərdləşməyi seçin. Evinizdə aparacağınız kiçik dəyişikliklər və ya təmizlik işləri ruhunuza sakitlik bəxş edəcək. Sosial əlaqələrinizdə daha seçici olmaq və sizə neqativ enerji ötürən şəxslərlə məsafə saxlamaq vaxtıdır. Gözlənilməz bir dəvət və ya təklif planlarınızı müsbət mənada alt-üst edə bilər, cəsarətli olun. Sağlamlığınızda mədə-bağırsaq sisteminə diqqət yetirməli, ağır qidalardan qaçmalısınız. Motivasiyanızı artırmaq üçün yarımçıq qalmış hobbilərinizə qayıtmaq sizə böyük zövq verəcək. Başqalarına qarşı göstərdiyiniz fədakarlığı bu dəfə özünüzə göstərin və ehtiyaclarınızı öncəlik edin. Həyatın axınına qarşı mübarizə aparmaq yerinə hadisələrin təbii gedişatına uyğunlaşmağa çalışın. Axşam saatlarında mənəvi rahatlıq tapmaq üçün sevdiyiniz bir filmi izləmək və ya musiqi dinləmək zehninizi təmizləyəcək. Unutmayın ki, sizin daxili gücünüz hər hansı bir çətinlikdən daha böyükdür. Şübhələrinizi bir kənara qoyub öz hisslərinizə güvənməyə davam edin. Şiir. Liderlik keyfiyyətlərinizin və parıltınızın hər kəs tərəfindən hiss edildiyi bir gündür. İş həyatında mühüm bir qərar vermək məsuliyyəti üzərinizə düşə bilər və bu imtahandan uğurla çıxmaq şansınız yüksəkdir. Karyeranızda özünüzü sübut etmək üçün əlinizə düşən imkanları maksimum dərəcədə dəyərləndirin və təvazökarlıqdan biraz uzaq durun. Maliyyə vəziyyətinizdə müsbətə doğru meyllər müşahidə olunur, xüsusən də yaradıcılıqla bağlı işlərdən qazanc əldə edə bilərsiniz. Lakin lüks əşyalara olan meyliniz büdcənizi bir qədər sınağa çəkə bilər, ehtiyatı əldən verməyin. Şəxsi münasibətlərdə partnyorunuzun sizə olan heyranlığı artacaq, bu enerjini aranızdakı bağı dərinləşdirmək üçün istifadə edin. Subaylar üçün yeni bir münasibətin təməli çox ehtiraslı və səs-küylü bir mühitdə qoyula bilər. Özünüzə olan inamınızın zirvədə olması həm iş, həm də şəxsi həyatınızda qapıları üzünüzə açacaqdır. Sosial həyatınızda diqqət mərkəzində olmaqdan həzz alacaqsınız, lakin ətrafdakıların paxıllıq edə biləcəyini də unutmayın. Gözlənilməz bir səyahət və ya iş görüşməsi perspektivlərinizi genişləndirə bilər.
Motivasiyanızı yüksək tutmaq üçün uğurlarınızı qeyd etməkdən çəkinməyin. Psixoloji olaraq tənqidə qarşı biraz həssas ola bilərsiniz, lakin hər deyiləni ürəyinizə salmamağa çalışın. İdmanla məşğul olmaq və ya rəqs etmək bədəninizdəki gərginliyi atmağa kömək edəcək. Dost çevrənizdə sizə olan etimad artacaq və kiməsə yol göstərmək məcburiyyətində qalacaqsınız. Həyatın sizə təklif etdiyi nemətləri qəbul edərkən minnətdarlıq hissini unutmamaq uğurlarınızın davamlı olmasını təmin edər. Kimsənin sizin enerjinizi sormasına icazə verməyin və sərhədlərinizi qəti şəkildə müəyyən edin. Axşam saatları yaradıcı işlərlə məşğul olmaq və ya gələcək layihələri planlaşdırmaq üçün çox məhsuldardır. Özünüzü mükafatlandırmaq üçün balaca bir hədiyyə almaq ruh halınıza çox yaxşı təsir edəcək. Sizin parlaqlığınız ətrafınızdakı insanlara da ilham verir, bu missiyanı qürurla daşıyın. Qız. Detallara olan həssaslığınızın və analitik zəkanızın sizə böyük fayda verəcəyi bir gündür. Peşəkar fəaliyyətinizdə mükəmməllik axtarışınız bəzi iş yoldaşlarınızı yorsa da nəticənin keyfiyyəti hamını heyran qoyacaq. Karyeranızda strateji planlama etmək və gələcək addımları dəqiqləşdirmək üçün ən əlverişli andasınız. Maddi məsələlərdə hesab-kitab işlərinə vaxt ayırın, gözünüzdən qaçan kiçik bir borc və ya ödəniş sonradan problem yarada bilər. Gəlirlərinizi optimallaşdırmaq üçün yeni üsullar araşdırmaq və lazımsız xərcləri ixtisar etmək sizə rahatlıq gətirəcək. Sevgi münasibətlərində həddindən artıq tənqidi yanaşmadan qaçmağınız, partnyorunuzla aranızdakı harmoniyanı qorumağa kömək edər. Duyğularınızı ifadə edərkən səmimi və yumşaq olmağa çalışın, çünki qarşı tərəf sizin qayğınıza ehtiyac duyur. Psixoloji olaraq hər şeyi nəzarətdə saxlamaq istəyiniz sizi yora bilər, biraz da hadisələrin axışına buraxmağı öyrənin. Motivasiyanız nizam-intizamdan gəlir, ona görə də gününüzü əvvəlcədən planlaşdırmaq sizə güc verəcək. Sosial əlaqələrdə dürüstlük sizin vizit kartınızdır, lakin bəzən həqiqətləri daha yumşaq şəkildə çatdırmaq lazımdır. Gözlənilməz bir sənəd işi və ya bürokratik məsələ vaxtınızı ala bilər, səbirli olun. Sağlamlığınıza, xüsusən də sinir sisteminizə diqqət yetirin, bitki çayları içmək faydalı ola bilər. Köhnə bir hobbini peşəkar səviyyəyə qaldırmaq barədə düşünmək üçün uyğun zamandır. Ətrafınızdakı xaosa baxmayaraq, daxili nizamınızı qorumağı bacaracaqsınız. Yardıma ehtiyacı olan birinə edəcəyiniz kiçik bir yaxşılıq özünüzü mənəvi baxımdan çox zəngin hiss etdirəcək. Dostlarınızla keçirəcəyiniz sakit bir axşam yeməyi bütün həftənin yorğunluğunu üzərinizdən atacaq. Həyatınızdakı prioritetləri yenidən nəzərdən keçirin və həqiqətən nəyin vacib olduğuna qərar verin. Uğur kiçik addımların cəmindən yaranır, buna görə də hər xırda irəliləyişi bir qələbə kimi görün. Özünüzü tək hiss etdiyiniz anlarda unutmayın ki, kainat sizin üçün ən yaxşısını hazırlayır. Tərəzi. Balans yaratmaq sənətindəki ustalığınızın sınağa çəkiləcəyi bir günə hazır olun. İş mühitində iki fərqli tərəf arasında vasitəçilik etmək və ədalətli həll yolu tapmaq missiyası sizə həvalə oluna bilər. Karyeranızda estetik və yaradıcılıq tələb edən sahələrdə inanılmaz uğurlar qazanmaq şansınız var, maddi durumunuzda stabillik hökm sürür, lakin ortaq yatırımlar və ya borc məsələlərində çox diqqətli olmalısınız. Gözlənilməz bir xərc çıxsa belə, soyuqqanlılığınızı qoruyaraq vəziyyətdən çıxış yolu tapacaqsınız. Sevgi həyatınızda romantik jestlər və qarşılıqlı anlayış günü daha da gözəlləşdirəcək. Yeni başlayan münasibətlərdə tələsməmək və qarşı tərəfi daha yaxşı tanımaq üçün zaman ayırmaq mütləqdir. Psixoloji olaraq özünüzü çox həssas hiss edə bilərsiniz, buna görə də gözəl mühitlərdə olmaq və incəsənətlə məşğul olmaq sizə yaxşı təsir edəcək. Motivasiyanızı artırmaq üçün ətrafınızdakı gözəllikləri görməyə və onlardan ilham almağa çalışın. Sosial çevrənizdə yeni və nüfuzlu insanlarla tanışlıq gələcək planlarınız üçün yeni üfüqlər aça bilər. Kiməsə yox deməli olduğunuz məqamlarda nəzakətinizi qoruyaraq qətiyyətli olmağı öyrənin. Gözlənilməz bir xəbər sizi sevindirə bilər, lakin bu məlumatı hələlik hər kəslə paylaşmamaq daha məsləhətdir. Fiziki sağlamlığınız üçün bel və onurğa sisteminə yük salacaq hərəkətlərdən qaçın. Öz daxili harmoniyanızı tapdıqdan sonra xarici dünyada da hər şeyin qaydasına düşdüyünü görəcəksiniz. Dostlarınızın məsləhətləri bugün sizin üçün qızıl dəyərində ola bilər, onları diqqətlə dinləyin. Həyatınızdakı ziddiyyətləri bir kənara qoyub, sülh və əmin-amanlıq içində yaşamaq üçün qərarlı olun. Axşam saatlarında qısa bir gəzinti və ya meditasiya zehni yorğunluğunuzu aparacaq. Hər bir seçim bir imtinadır, lakin sizin seçimləriniz sizi daha yaxşı bir gələcəyə aparacaq. Əqrəb.
Daxili gücünüzün və intuisiyanızın ən yüksək səviyyəyə çatdığı, sirlərin aşkarlandığı bir gündür. İş həyatında rəqiblərinizin gizli gedişlərini öncədən hiss edərək lazımi tədbirləri görmək qabiliyyətiniz hər kəsi təəccübləndirəcək. Karyeranızda köklü bir dəyişiklik etmək və ya yeni bir sahəyə keçmək barədə düşünürsünüzsə, bugün araşdırma aparmaq üçün çox uyğundur. Maddi məsələlərdə qətiyyətli olun və haqqınız olanı tələb etməkdən çəkinməyin. Uzunmüddətli maliyyə planları və ya sığorta, miras işləri ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Sevgi münasibətlərində ehtiras və emosional dərinlik zirvədə olacaq, lakin qısqanclıq hisslərini cilovlamağa çalışmalısınız. Partnyorunuzla olan münasibətlərdə dürüstlük və şəffaflıq aranızdakı güvəni daha da artıracaqdır. Psixoloji olaraq özünüzü yenidən doğulmuş kimi hiss edə bilərsiniz, keçmişin yükündən qurtulmaq üçün ideal zamandır. Motivasiyanızın qaynağı daxili hədəflərinizdir, kənar təsirlərə qulaq asmayın. Sosial əlaqələrdə az, lakin özünə məxsus insanlarla vaxt keçirməyə üstünlük verin. Gözlənilməz bir qarşılaşma sizdə unudulmuş hissləri oyada bilər, lakin hisslərinizə qapılıb məntiqi unutmayın. Sir saxlamaq bacarığınız bugün sizin üçün bir sınaq ola bilər, dilinizi saxlamağa çalışın. Sağlamlığınızda reproduktiv sistemə və ümumi enerji səviyyənizə diqqət yetirin. Özünüzü kəşf etmək üçün gizli qalmış bacarıqlarınızın üzərinə gedin. Həyatın qaranlıq tərəflərindən qorxmaq yerinə oradakı dərsləri öyrənməyə fokuslanın. Ətrafınızdakı manipulyativ insanlara qarşı qalxanınızı hazır tutun. Axşam saatlarında tək qalmaq və dərin düşüncələrə dalmaq sizə yeni ideyalar verəcək. Hər bir son əslində yeni bir başlanğıcın müjdəcisidir, buna inanın. Sizdən gizlədilən bir məlumatın üzə çıxması planlarınızı daha sağlam təməllər üzərində qurmağa kömək edəcək. Ox atan. Macəra ruhunuzun və öyrənmə həvəsinizin ön plana çıxdığı, ufuqlarınızın genişləndiyi bir gündür. İş həyatında yeni layihələrə başlamaq və ya xarici tərəfdaşlarla əlaqə qurmaq üçün əla imkanlar yaranacaq. Karyeranızda rutindən çıxmaq və yaradıcı yanaşmalar sərgiləmək sizi bir addım öndə tutacaqdır. Maddi sahədə bəxtiniz gətirə bilər, lakin riskli qumarlardan və düşünülməmiş yatırımlardan uzaq durmaq lazımdır. Səyahət və ya təhsil üçün edəcəyiniz xərclər gələcəkdə sizə böyük dividendlər gətirəcək. Sevgi münasibətlərində sərbəstlik və qarşılıqlı inam ən vacib amil olacaqdır. Tənha oxatanlar üçün fərqli mədəniyyətdən olan bir şəxslə maraqlı bir ünsiyyət başlaya bilər. Psixoloji olaraq nikbinliyiniz ətrafdakılara da müsbət təsir göstərəcək, lakin həddindən artıq xəyalpərəstliyə qapılmamağa çalışın. Motivasiyanızı artırmaq üçün qarşınıza böyük hədəflər qoyun və onlara doğru addımlamaqdan həzz alın. Sosial həyatınız çox rəngarəng keçəcək, fərqli düşüncəli insanlarla aparılan diskussiyalar sizə yeni ideyalar verəcək. Gözlənilməz bir xəbər səyahət planlarınızda dəyişiklik yarada bilər, lakin bu daha yaxşı bir fürsətə qapı açacaq. Hüquqi məsələləriniz varsa, onları həll etmək üçün bugün lazımi addımları atın. Sağlamlığınızda qaraciyər və bud nahiyəsinə diqqət yetirməli, fiziki aktivliyi artırmalısınız. Həyata baxış bucağınızı dəyişəcək bir kitab oxumaq və ya film izləmək üçün vaxt ayırın. Özünüzü məhdudiyyətlər içində hiss etdikdə azadlığınızın daxili seçim olduğunu xatırlayın. Dostlarınızın uğurlarına səmimi qəlbdən sevinmək sizin ruhunuzu daha da ucaldacaq. Axşam saatlarını açıq havada və ya dostlarla şən bir mühitdə keçirmək enerjinizi yeniləyəcək. Hər bir təcrübə, istər yaxşı, istər pis, sizin müdrikliyinizə müdriklik qatır. Oğlaq. Zirvəyə gedən yolun hər zaman hamar olmadığını bilsəniz də, iradəniz sizi bugün hamıdan bir addım öndə tutacaq. Peşəkar fəaliyyətinizdə nümayiş etdirdiyiniz soyuqqanlılıq rəhbərliyin diqqətindən qaçmayacaq və nüfuzunuzun artmasına xidmət edəcək. Karyeranızda mühüm bir dönüş nöqtəsi yaratmaq üçün lazım olan bütün alətlər artıq əlinizdədir. Sadəcə onları düzgün kombinasiya etməlisiniz. Maddi məsələlərdə hər zamanki ehtiyatlılığınızı qorumağınız, gözlənilməz xərclər qarşısında büdcənizi sığortalayacaq. Uzunmüddətli maliyyə hədəflərinizə çatmaq üçün bugün atacağınız kiçik bir qənaət addımı gələcəkdə böyük bir sərvətin təməli ola bilər. Şəxsi münasibətlərdə partnyorunuza qarşı daha açıq olmaq, aranızdakı divarların uçmasına və səmimiyyətin artmasına kömək edəcək. Sevgi həyatınızda məsuliyyətləri bölüşmək, hər iki tərəfin özünü daha rahat və dəyərli hiss etməsini təmin edəcək. Daxili dünyanızda baş verən gərginlikləri idarə etmək üçün intizamlı bir gündəlik rejim qurmaq sizə mənəvi güc verəcək. Motivasiyanızı artırmaq üçün keçmişdə qazandığınız böyük uğurları xatırlayın və özünüzə olan inamınızı təzələyin.
Sosial mühitdə sizin sözünüzün çəkisi artır, buna görə də verdiyiniz vədlərə xüsusi diqqət yetirməlisiniz. Gözlənilməz bir rəsmi xəbər və ya sənəd işi günün ortasında diqqətinizi tamamilə başqa səmtə yönəldə bilər. Sağlamlığınızda sümük sistemi və dişlərlə bağlı xırda siqnalları görməzdən gəlməyin, bədəninizə lazım olan kalsiyumu təmin edin. İşgüzar görüşlərdə emosiyalarınızı deyil, faktları danışdıraraq qarşı tərəfi asanlıqla inandıra biləcəksiniz. Həyatınızdakı nizamsız sahələri müəyyən edib onları qaydaya salmaq üçün bu dövr ən məhsuldar vaxtdır. Dostlarınızın sizə olan müraciətlərini dəyərləndirərkən dürüst məsləhətlər verməkdən çəkinməyin. Çünki sizin obyektivliyinizə ehtiyacları var, özünüzü mükafatlandırmaq üçün keyfiyyətli bir istirahət və ya sevdiyiniz bir hobbi ilə məşğul olmaq ruhunuzu dincəldəcək. Hər kəsin tələsdiyi bir vaxtda sizin təmkinli olmağınız strateji üstünlüyünüzdür. Gələcək planlarınızda realistik yanaşmanı qoruyun, lakin xəyallarınızın miqyasını kiçiltməyin. Dolça. Azadlıq eşqinizin və yaradıcı zəkanızın sərhəd tanımadığı bir enerji sahəsinə daxil olursunuz. İş yerində təklif edəcəyiniz innovativ ideyalar əvvəlcə qəribə qarşılansa da, tezliklə hamının marağına səbəb olacaq. Karyeranızda fərqlilik yaratmaq üçün alışılmış metodlardan imtina edib öz üslubunuzu diktə etməyə başlayın. Maddi sahədə gözlənilməz gəlir mənbələri və ya köhnə bir borcun qaytarılması sizi sevindirə bilər. Pulun idarə olunmasında texnoloji həllərdən və ya yeni tətbiqlərdən istifadə etmək büdcənizi daha şəffaf görməyə kömək edəcək. Münasibətlərdə qarşı tərəfin sizə olan heyranlığı onun intellektinizə olan marağından qaynaqlanır, bu bağı daha da dərinləşdirin. Sevgidə monotonluqdan qaçmaq üçün partnyorunuzla birgə yeni bir maraq sahəsi və ya hobbi kəşf edə bilərsiniz. Psixoloji vəziyyətiniz bir qədər dalğalı olsa da, gələcəyə olan ümidiniz sizi hər zaman ayaqda tutacaq. Özünüzü kütlədən təcrid olunmuş hiss etdikdə, bunun əslində bir fərdiyyətçilik üstünlüyü olduğunu xatırlayın. Sosial çevrənizdə aparıcı rol oynamaq və insanları ortaq bir amal ətrafında birləşdirmək üçün ideal gündür. Gözlənilməz bir texnoloji yenilik və ya xəbər bütün həftəlik planlarınızı yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Sağlamlığınızda qan dövranı və sinir sistemini qorumaq üçün aktiv hərəkətdə olmağa və bol su içməyə diqqət edin. Yeni tanışlıqlar sizə həyata tamamilə başqa bir pəncərədən baxmaq imkanı təqdim edəcək. İnsanların stereotiplərinə baş qoşmadan öz doğrularınızla yaşamaq sizə böyük bir mənəvi azadlıq bəxş edir. Motivasiyanızı artırmaq üçün elmi yenilikləri və ya fantastik janrda əsərləri izləmək zehninizi canlandıracaq. Həyatınızdakı köhnəlmiş və funksiyasını itirmiş əşyalardan və ya düşüncələrdən qurtulmaq üçün bugün təmizlik aparın. Sir saxlamaq bacarığınız yaxın ətrafınızda sizə olan etibarı daha da möhkəmləndirəcək. Axşam saatlarını kütləvi tədbirlərdə deyil, ruhən yaxın hiss etdiyiniz bir neçə dostla keçirmək daha faydalı olacaq. Balıqlar. Ruhunuzun dərinliklərində gizlənən sirlərin və duyğuların üzə çıxacağı çox həssas bir gündür. İş həyatında məntiqlə izah edilə bilməyən məqamları sezgiləriniz vasitəsilə həll edəcək və hər kəsi heyran qoyacaqsınız. Karyeranızda bir az dumanlı görünən yolların sonundakı işığı görmək üçün daxili səsinizin pıçıltılarını diqqətlə dinləyin. Maddi məsələlərdə xəyallara qapılmaq yerinə real rəqəmlərlə işləmək sizi gələcək maliyyə itkilərindən qoruyacaq. Gözlənilməz bir xərc qarşınıza çıxarsa, təşvişə düşməyin, kainat sizə ehtiyacınız olan yardımı ən gözlənilməz yerdən göndərəcək. Sevgi münasibətlərində qarşı tərəflə ruhsal bir rabitə qurmaq, sözlərdən daha təsirli bir ünsiyyət vasitəsinə çevriləcək. Tənha balıqlar üçün bir tanışlıq sanki illərdir gözlənilən o doğma insanın tapılması kimi hiss edilə bilər. Psixoloji olaraq ətrafdakı insanların enerjisini süngər kimi çəkdiyiniz üçün neqativ mühitlərdən qətiyyətlə uzaq durmalısınız. Motivasiyanızın qaynağı olan yaradıcılığınızı incəsənətin hər hansı bir sahəsində büruzə vermək sizə mənəvi rahatlıq gətirəcək. Sosial əlaqələrdə göstərdiyiniz sonsuz empatiya insanların sizə sığınacaq kimi baxmasına səbəb olur, lakin öz sərhədlərinizi də qoruyun. Gözlənilməz bir yuxu və ya intuisiya sizə vacib bir qərar verməkdə bələdçilik edə bilər. Sağlamlığınızda dincəlməyə və yuxu rejiminə xüsusi önəm verin, çünki enerjiniz sürətlə tükənə bilər. Başqalarının dərdlərinə derman olmağa çalışarkən öz daxili yaranızı sarmağı unutmayın. Həyatın sərt həqiqətləri qarşısında incəsənətə və musiqiyə sığınmaq sizin ən təbii müdafiə mexanizminizdir. Köhnə bir dostunuzun verəcəyi xəbər sizi keçmiş xatirələrə aparsa da, günün sonunda gələcəyə fokuslanmaq vacibdir. Maddi asılılıqlardan qurtulmaq üçün daxili zənginliyinizin fərqinə varın və azla xoşbəxt olmağı bacarın.
Axşam saatlarını su kənarında və ya meditativ bir atmosferdə keçirmək auranızı tamamilə təmizləyəcək.